Övladıma dəstək olun. Əməliyyat üçün külli miqdarda vəsait lazımdır kimi başlıqlar, müxtəlif fotolar və videolar. Yəqin ki, sosial şəbəkələrdə hər birimizin qarşısına bu tip paylaşımlar çıxır. Ancaq nə yazıq ki, edilən çağırışlar bir çox halda həqiqəti əks etdirmir. Məsələn, elə bir neçə gün öncə müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq dələduzluq edən 30 yaşlı Rəsul Həsənov saxlanıldı. Aydın oldu ki, körpələrə yardım adı altında vətəndaşlardan nə az nə çox 200 min manat vəsait əldə edilib. Elə hüs sindromundan əziyyət çəkən Əlinin anası da dəfələrlə bu şəxsə yazaraq uşağının fotosunun silinməsini tələb edib. Hadisə 3 gün əvvəl başımıza gəlib bu ki, ağır xəstədir, təcili kömək lazımdır. Tez olun, əməliyyat lazımdır belə. Onda da girdik, yenə toplum şəkildə də bizim TikTok səhifəmiz var. TikTok səhifəsində xahiş elədim öz səhifəmizdən ki, hamı girib rəy yazsın, şikayət eləsin və ki, nəsə olar. Beraberdə yaxın bizim xəstə uşaq anaları qrupdayıq. Həmin o qrupdakı uşaqların anaları, onlar da bizi də paylaşıb, onlar da paylaşırdı. Paytaxt sakinləri deyirlər ki, bəzən eyni uşağın fotosu və ya videosu bir neçə fərqli şəxs tərəfindən paylaşılır. Hər kəs də özünün köməyə ehtiyacı olan şəxsin valideyni qohumu kimi təqdim edir. Ona görə çalışırlar ki, sadəcə tanıyıb bildikləri adamlara kömək etmək üçün vəsait göndərsinlər. Psixoloq İlahə Aslanovanın fikrincə isə dələduzların hazırladığı videolarda aşırı emosiyanı görmək mümkündür. Dırnaqarası ovçular əsasən empatiya hissləri güclü olan insanları təsir altına salmağa çalışırlar. İnsan yardım edərkən özünü yaxşı hiss etmək istəyir. Məhz bu videolarda insanın həmin duyğularını hədəfləmiş olur. Və qarşı tərəfdə öncəliklə təciliyyət hissi yaradır. Bu dəqiqə yardım etmək lazımdır. Etmədiyiniz təqdirdə çox gec ola bilər və insan nə edir artıq? Məntiqi hissəsi ilə deyil də duyğusal hissəsi ilə reaksiya vermiş olur. İkinci hissiyat isə məsumiyyət görüntüsüdür. Xəstə uşaq, ağlayan ana, susqun baxışlar və qarşı tərəfdə qoruyucu hissi oyatmış olur və dərhal yardım etmə duyğusunu oyandırmış olur. Növbəti məqam isə vicdanla oynamaq hissəsidir. Yardım etməsən, sən də məsuliyyət daşıyırsan hissi yaratmış olur. Vətəndaşlara tövsiyə edilir ki, sosial şəbəkələrdə yardım adı altında yerləşdirilən bu tipli məlumatlarla qarşılaşan zaman bir qədər diqqətli olsunlar. Həmçinin sosial şəbəkə istifadəçiləri dəqiqləşdirilməmiş məlumatlara inanaraq bu köçürmə əməliyyatlarından çəkinsinlər. Nərmin Mirvaleh qızı Samir Qasımov, İlham Məkəliyeva, Xəbər Ertəsi.